biraz da oynayayım deyib telefonu vermir. 2 dəqiqə vaxtım var, sonra birlikdə qoyuruq. Keçidlər uşaqlar üçün çətindir. Öncədən xəbərdarlıq emosional partlayışı azaldır və özünü tənzimləməni inkişaf etdirir. 3 dəfə deyirsən, reaksiya yoxdur. Yanına gedib göz kontaktı quraraq demək. Uşaq çox vaxt eşitmir, yox, diqqətini yönəltmir. Yaxınlıq və göz kontaktı qurmaq diqqət sistemini aktivləşdirir. Etmədim deyir, amma etdiyini bilirsən. Düzünü desəm, birlikdə hər yolu tapacaq. Yalan çox zaman qorxudan yaranır. Təhlükəsiz mühit qurmaq dürüstlüyü artırır, etiketləmək isə yalanı gücləndirir. İstədiyi olmayanda özünü yerə atır. Sakitləşəndə danışacağıq, mən buradayım. Tantrum zamanı beyin emosional rejimdədir, məntiq yox, regulation lazımdır. Valideynin sakitliyi buna rol model ola bilər. Filankə səndən yaxşı oxuyur. Sən özünə fokuslan, bugün daha yaxşısan. Müqayisə, utanc və aşağı özünə dəyər yaradır və şəxsi inkişaf, fokus, intrinsik motivasiyanı gücləndirir.